Amma gərgin oyunlar dediyin, gərgin oyunların məncə sən də razılaşarsan ki, turun əsas oyunlarından biri Tovuzda baş tutdu. Turan Tovuz Sabah komandası ilə üz-üzə gəldi. Sabah komandasının belə rahat qələbəsini, belə inamlı qələbəsini gözləyirdinmi? Sözün açığı, Sabahın qələbə qazanacağını gözləmək olardı hardasa, son turlara baxsaq. Amma hətta deyim ki, sizə görüş daha böyük hesabla da bitə bilərdi. Amma Sabah 3-1 hesabı ilə qələbə qazandı. Xatırlayırsansa, keçən verilişlərimizdə belə bir söz işlətmişdik ki, yəni artıq Turan Tovuzda işlər qaydasında deyil. Yəni bu artıq bir neçə turdu meydanda açıq-aşkar hiss olunur və məncə ən belə deyək də, özünü aşkar şəkildə bu harda büruzə verdi. Mən çoxdandır Tovuzda azarkeş kütləsinin belə az olduğu, düzdür, yenə də tribunalar demək olar ki, yəni azarkeş kifayət qədər var idi. Amma afişaya baxsaq, yəni Sabah kimi turnir cədvəlində yəni çempionluğu oynayan bir komanda gəlib Turan Tovuza. Yəni biz bilirik ki, Turan Tovuzun da şansları heç də az deyil ilk üç üçün. Amma buna baxmayaraq, yəni həmişə hətta komanda sonuncu yerdə belə olsa, komandanı dəstəkləyən, hər zaman yanında olan Tovuz azarkeşləri bu dəfə oyuna tam şəkildə belə deyək də maraq göstərməmişdilər.